Məni insanlardan soyudan 5 davranış. Birinci, hər şeyi bürclə izah etmək. Mən filan bürcəm, hər şeyi hiss edirəm, mənə xəyanət etmək olmaz. Sanki digərlərinə etmək olar. Məncə bir insanı doğum tarixinə görə proqnozlaşdırmaq çox səthi yanaşmadır. İkinci, başqasının uğursuzluğundan əyləncə yaratmaq. Deyək ki, kimsə bir səhv edib, hətta səhv belə deyil, ingilis dilində aksentlə danışıb və hər kəs onu lağa qoyub və sən də heç kimdən geri qalmamaq üçün həmin onun düşdüyü vəziyyətdən özün üçün bir gülməli kontent yaradırsan ki, nədir, nə deyirsən, oradan bir baxış toplayacaqsan. Kimsə gözdən düşəcək və sən qazanacaqsan. Üçüncü, brendlərlə özünə dəyər vermək. Bahalı brend istifadə etmək insanı avtomatik dəyərli etmir. Bir insanın geyindiyi və ya daşıdığı brendlərə görə qiymətləndirmək nə dərəcədə düzgündür, bunu düşünməlisən. Dördüncü, hər mövzuda fikir sahibi olmağa çalışmaq. Heç bir məlumatın olmadığı mövzuda belə mütləq fikir bildirmək məcburiyyətində deyilsən. Susmaq da bəzən intellektual seçimdir. Və beşinci, uğur qazanan insanları kiçiltməyə çalışmaq. Bəxti gətirib, adamı var deyib başqasının nəticəsini kiçiltmək. Bunu xatırla ki, kiminsə uğurunu azaltmaq sənin uğurunu artırmayacaq.